Kərbəla qəhrəmanı. İki imam bacısı, bir imam bibisi və eyni zamanda imam qızı Həzrəti Zeynəbin bugün vəfat günüdür. Kərbəlada qəhrəmanlıq göstərərək İmam Səccad ağanın xəstəliyinə baxmayaraq bütün imamət yükünü öz çiyninə götürən Həzrəti Zeynəbin vəfat günüdür. Ömrü boyu qardaşlıq həsrəti ilə acı çəkən bir xanımın vəfat günüdür. Allah dünya və axirət bizi Həzrəti Zeynəbin məhəbbətindən ayrı salmasın.